Məsələn, kimdəsə göbələk çıxıb, ya bir infeksiya çıxıb, çox təəccüblə belə deyirlər ki, bəs ola bilərmi ki, bu cinsi zəiflik versin, problemlər yaratsın, diskomfort yaratsın, prostatit yaratsın? Bəli, təəssüf ki, belədir. Göbələk özü də bir parazitdir, infeksiyadır. Yəni normal halda, normal kişinin uretrasında, yəni sidik kanalında göbələk olmamalıdır. Qadında bir müsbət ola bilər, az miqdarda. Söhbət kandida göbələyindən gedir, maya göbələyindən. Az miqdarda qadında ola bilər. Amma kişilərdə bu ümumiyyətlə olmamalıdır. Bu orada olursa, avtomatik olaraq bu keçir arxa uretraya, yəni sidik kanalının arxa hissəsinə, oradan da keçir prostata. Və prostatda iltihabi proses yaradır. Həm bu göbələk, həm digər infeksiyalar. Və nəticədə orada iltihab yaranır. İltihab da ki, aydın məsələdir ki, cinsi funksiyanı zəiflədir, sonsuzluq yaradır. Yəni, bir çox insanlar inanmır ki, bu infeksiyalar sonsuzluq yarada bilər. Əlbəttə, bu infeksiyalar xaya iltihabı yaradır, prostat iltihabı yaradır, toxum kisəciklərinin iltihabını yaradır. Nəticədə sonsuzluq da yaranır, cinsi zəiflik də olur. Yəni, budur, həqiqət budur. Yəni, belədir. Yəni, buna inanın. Yəni, bu belədir. Bu birinci sual. İkinci sual.